Yaxşı, bəs biz Türkiyəyə gəlmişik, türklərin istifadə elədiyi kimi xəstəxanalardan pulsuz şəkildə istifadə eləmək istəyirik və yaxud hər hansı bir xəstəliyimiz var. Hər dəfəsində xəstəxanaya gedəcəyik, ona görə cibimizdən pul xərcləmək istəmirik, elə birbaşa sığorta alıb o şəkildə işlərimizi görmək istəyirik deyənlərə də, yəni burada iki yol var. Birincisi yol tələbələrə aiddir. İkincisi normal yabancılara aiddir. Hansı ki, oturum izni olan yabancılara aiddir. İlk öncə o yabancılardan bəhs eləyək. Tutaq ki, siz gəlmisiniz Türkiyəyə. Bu arada genel Türkiyənin bu sizin üçün, yəni dövlət sığortası genel sağlıq sığortası adlanır. Sosial Güvənlik Qurumu tərəfindən edilir. Yəni bu sığortanı elətdirmək üçün Sosial Güvənlik Qurumuna getməyiniz lazımdır. Amma burada müəyyən şərtlər var. Oturum izniniz olmalıdır, pasportunuzun tərcümə təsdiqi olmalıdır və sizin ən az Türkiyədə 1 il kəsintisiz oturum izni ilə oturmuş olmağınız lazımdır. Yəni mən gəldim Türkiyəyə, həmən dəqiqə dövlət sığortasını alım, elə bir şey yoxdur. Ən az 1 il kəsintisiz Türkiyədə oturum izniniz olmalıdır. Ondan sonra artıq genel sağlıq sığortası üçün müraciət edə bilərsiniz. Yaxşı, bəs qiymətlər nələrdir? Qiymətlər heç od tutub yanır, necə deyərlər. Aylıq 281 manat. Dövlət sığortası üçün hər xəstəxanada keçən sığortadan bəhs edirəm. 281 manat aylıq pul ödəyirsiniz. İllik bu pul olur 3370 manat. Yəni 94-95 min TL arasında dəyişir.